yoluxmanın qarşısını almaq olar. Nə cür almaq olar? Düzgün sanitar gigiyena qaydalarına riayət etməklə. Çox sadə şəkildə. Qapalı məkanlarda adi, yəni etik bir qaydalar var. Bu nəqliyyatdan istifadə edəndə görürsünüz. Adi asqıranda, öskürəndə düzgün davranış sərgiləmək. Yəni ki, artıq Covid bizə öyrədib də necə tutmaq lazımdır. Yəni ya dəsmal varsa, dəsmalla ağzı tutmaq lazımdır. Kim öskürür, asqırırsa ondan müəyyən qədər uzaqlaşmaq lazımdır. Məsafəni gözləməklə mütləq şəkildə. Çoxlu insanların olduğu qapalı məkanlarda, havalandırılmayan məkanlarda çox da qalmaq lazım deyildir. Digər məqam, əgər siz yəni insan barədə olanda çox yerlərə əli toxunur. Yəni çirkli əllərlə üzə, gözə, selikli qişaya əl vurmaq lazım deyil. Evə gələndə dərhal şəkildə əlləri gigiyenasına düzgün əməl etmək lazımdır. Evdə, adi evdə, evin təmizliyinə riayət etmək. Bilirsiniz ki, ümumiyyətlə vərəm mikobakteriyaları günəş şüalarına çox həssasdır. 3-5 dəqiqə ərzində günəş şüaları vərəm çöplərini məhv edir. Evin işıqlandırılmasına, əşyaların havalandırılması, yorğanın, döşəyin bizdə adətimizdə var, çıxardırıq, günə veririk. Bunlar elə-belə məsələlər deyil. Bunlar hamısı, yəni biz sanitar gigiyena qaydalarına düzgün riayət eləsək, yoluxma da azalacaq.